paramparça bir tərəflərimiz var. Artıq təmir olunmaz. Ki siz elə bir insansınız ki, sizin suallarınızdan qaçmaq mümkün deyil. O gün gözümə baxıb sevgidən danışıb mənə söz verən o insan bugün o sözün üstündə dayanmadı və illərimi aldı. Mən qızımı özüm saxlamaq gücündə bir qadınam. İnsanlar qınamasaydılar, bir qadın və bir kişi nəyi etmək istəyirlər də, amma edə bilmirlər, onu edərdilər. Mənim yoldaşım istədiyimi vermir. Diyan, yaxşı. Tamam. Yo, birazdan qızışdıracağım. Hələ yavaşdır. Su içəkdən özümüzə gələk. Yok ben taraftarşım falan yok. Yani çok bol bir plan. Bax, bu dırdırın backgroundda olmasını istəyirəm. Həqiqətən. Bax, o Aynur səndən yapışaram. Olsun. Xoş gördük. Mən Nigar Fərhad və bu da Sualdan Qaçma verilişidir. Və mənim ilk qonağım, öz dostum, öz rəfiqəm Gülnar Səfərovadır. Gülnar bugün sualdan qaçmamalıdır və bütün suallarımıza tam səmimi şəkildə olduğu kimi efir xatirinə danışılmayacaq, efir xatirinə görə yox, elə içindən gəldiyi kimi elə biz səndən necə ki evdə əyləşər söhbət eləyərdik, o şəkildə olmalı olacaq və bu verilişi də tam səmimi başlamaq üçün elə tanıdığım ən səmimi insanlardan biri və ən yaxın rəfiqəmlə başlayacağım. Xoş gördük. Çox sağ ol dəvət üçün, Nigar xanım. Təbii ki, əgər siz burada varsınızsa, mən sualdan qaçmayacağım. Gülnar çox uğurlu və həm də azad bir qadınsan. Azad bir qadın olmaq necə bir hissdir? Çünki o qədər bu dəqiqə azad qadın olum istəyi ilə yanan alışan qadınlar var. Hansılar ki, əslində o bəziləri heç azad olmaq nə deməkdir bilmirlər. Bəziləri də heç azad olmaq bəlkə də istəməzlər. Ümumiyyətlə o nədir və o olduğun yer, o azad olduğun bir alanın var. O alanda özünü bir qadın kimi necə hiss edirsən? Belə deyək də, Nigar xanım, sizin verilişiniz sualdan qaçmamaqdır və vurğuladığım kimi mən sizə böyük hörmətlə, məmnuniyyətlə yanaşıram və bir daha təşəkkür bildirirəm ki, məni verilişinizə dəvət elədiniz və bilirəm ki, siz elə bir insansınız ki, sizin suallarınızdan qaçmaq mümkün deyil. Ona görə tam təbii, əgər bu suala cavab versəm, güclü və azad olmaq əslində qadının istəyi deyil. Yəni, yaşam tərzi budur. Yəni, İnanmıram ki, tam azad olan bir qadın arzulamağı istəyi ola bilər. Çünki qadın ümumiyyətlə zərif bir bəndədir və istəyər ki, hər zaman yanında güclü bir şəxs olsun və bunu mən həmişə deyirəm və deyəcəm də ki, nə qədər də biz güclü olsuq, maddi durumdan, fizioloji durumdan və yaşadığımız yaşam tərzi və yaxud da statusumuz, amma qadın hər zaman zərif olmaq istəyər. İstəyər ki, ətrafında və yanında sevdiyimi, rəsmi həyat yoldaşımı, amma güclü bir şəxs olsun, hər zaman onu qoruyan olsun. Yəni, azad mənə, üzr istəyirəm, azad o verdiyiniz mənə sual əslində o deməkdir ki, yəni gecə ağlayıb sərsər həyata davam, yanlış, yalandan gülüb həyata davam eləmək azadlıq deməkdir qadın üçün. Demək, gecələr ağlayıb, səhər oyanırsan və həyatına güclü bir qadın kimi davam edirsən. Güclü bir qadın kimi davam edirəm. Çünki o göz yaşına güc gətirirsən. Bu ola bilərmi ki, çünki ağladığın səbəbləri dəyişdirə bilmirsən deyə məcbur dözürsən buna və dözdüyün üçün güclü hesab edirsən özünü? Əslində hardasa həm. Çünki ümumiyyətlə, əgər bu yolu seçmiş bir qadın varsa, məsələn, boşanmış qadınlar çoxdur, elə var ki, məsələn, yarı yolda buraxılmış qadınlar çoxdur və qürurlu bir qadınlar həyatın davam edir. Təbii ki, o irəli gedir, olur müstəqil və azad. Və bəzən elə olur ki, məsələn, mən öz praktikamdan danışım ki, bəzən elə olur ki, qadın gəlir, məsələn, bu zamana dək nigahda olub, azad olmayıb, amma artıq boşanır və mənə həyatını danışanda deyir ki, siz anlamarsınız mən yaşadıqlarımı. Amma sən anlayırsan. Amma mən anlayıram. Prosta mən onu lakin vurğulaya bilmirəm ki, mən səni anlayıram. Bax, sənə geri dönüş eləyirəm özünə. Hələ ki, kənarları deyil, sənin özündəyəm.
Elə olurmu ki, oyanırsan yuxudan və deyirsən ki, mən sadəcə istəyirəm ki, bir dənə yanımda adam olsun. O bütün dərdimə, sərimə şərik çıxsın. Evimdə nəsə sınanda, qırılanda gəlsin onu düzəltsin. Evə gələndə deyim ki, bir çörək al, nə bilim, bir su al evə gətir, uşaqlara bir yemək gətir. Nə bilim, harasa getmək lazım olanda gəl məni gözəllik salonundan apar dostlarımla əyləşək. Bir alanınız sənə məxsus bir bəy olsun. İstəmirsən? Əslində Nigar xanım, unutmuşam belə bir həyatı. Yəni o zaman mənə nəsə lazım olanda mən həmən dəqiqə özüm o məsələni həll edirəm. Amma təbii ki, istəyirəm, ümid eləyirəm ki, bütün qadınlar istəyir. Çünki əgər bu istək olmasa, demək ki, biz qadınlığımızı itirmişik. Axı biz kişi deyilik, biz qadınıq. Qadının azadlığı harada bitir? Harada o bitiş nöqtəsi ki, qadın artıq o çərçivədən biraz çıxdınsa, o artıq azadlıq deyil, o artıq mənəviyyatı keçmək hesab olunmuş olunur. Mən belə deyə bilərəm ki, Nigar xanım, əslində qadının azadlığı bitir, yəni xoşbəxt azadlıqdan mövzu gedirsə, əgər qadının azadlığı bitir, qadın xoşbəxt olanda və tam ürəkdən sevəndə. Çünki o istədiyi insana təslim olur və azad olmaq istəmir. Onun arxasında kölgə olmaq istəyir. O deyirlər, bir qadın boğazdır və kişi başdır, boğazlara başda ora. Yəni qadın əgər xoşbəxtsə və ürəkdən sevirsə, o təbii ki, təmsil olmaq istəyəcək həmin qarşındakı insana və istəyəcək ki, onun kölgəsi olsun və onun arxasında dursun, onu müdafiə eləsin, siz vurğuladığınız kimi onu aparsın, gətirsin, aylanda səhər yeməyi hazırlasın, baş-başa verib işə geçsinlər, işə gəlsinlər. Amma bir çox deməyək, amma elə qadınlar da çoxdur ki, deyirlər ki, yox, mən istəmirəm, misal üçün, öz həyat yoldaşım üçün yeməyi hazırlayım, evi təmizləyim, nə bilim ki, mən istəyirəm ki, mənim rəfiqələrim olsun, dostlarım olsun, pulum olsun, gəzim. O insanlara nə məsləhət vermək olar ki, mən şəxsən özüm deyə bilərdim ki, gözəl xanım, xoşbəxt xanım olanda ehtiyacı olmur ki, sənin ətrafında çoxlu insan olsun. Ehtiyacın olur ki, həmin adam olsun. Və sən nə düşünürsən? O qadınlar ki, var, hansılar ki, ailələr dağıdırlar, öz ailələrini dağıdırlar və sırf əylənsinlər deyə, sırf nə bilim, xoş gün keçirsinlər deyə, amma əslində heç kəsə lazım olmasınlar. Amma adı azadlıqdır. O azad olmaq istəyən qadınlara nə deyərdi? Birinci növdə vurğulayaram ki, o sağlam azad istəyi deyil, amma çox təəssüflər ki, biz bu dünyaya, elm bunu sübut edib ki, biz bu dünyaya tam əksinə gəlmişik də. Yəni bu dünyada hər şeyi təsdiqini tapmayan bir mövzuda yaşayırıq biz. Və adətən insanlar istəmədiyi həyatı istəyir. Siz düz deyirsiniz. Mən çox rastlaşıram və işimdə də onunla rastlaşıram. Məsələn, mediasiya proseslərindəki boşanmış qadın gəlir, birinci istəyi olur, işləyəcəm, azad olacağam, belə eləyəcəm. Məsələn, ya bir məclisdə əyləşmişik, məsələn, xanımlarla. Görürəm ki, evdar olan xanım bizim həyatımızı arzulayır. Amma həyatda həmişə elədir. İnsan istəmədiyin istəyir, amma onun nəticəsi, yəni bir bax, gör onun nəticəsində nə əldə eləyəcəksən. Bax, mən o sualı hər zaman verirəm qadınlara ki, sonra nə olacaq? Bax, 2 gün, 3 gün, 5 gün, 10 gün, 15 gün gəzdin, okey, işlədin. Sonra nə olacaq? Sonra sən öz problemlərinlə yalnız, tək başına qalacaqsan. Bax, başa düşürəm ki, bu nə qədər də danılsa da, bu faktı nə qədər müzakirədən qaçırılsa da bu faktda, biz bilirik ki, kişi xəyanətini nə qədər də tənbihləsək, nə qədər də desək ki, pisdir, nə qədər də bunu çıxış eləsək ki, eləməyin, amma bilirsən ki, dünya kişi xəyanətini demək olar ki, normallaşdırıb. Tamam, yəni kişi xəyanət eləyəndə bizim belə deyək də, ümumiyyətlə bu dünyada analarımız nə deyir, bizim nənələrimiz nə deyir, kişidir qayıdacaq evinə, kişi üçün o heç nədir deyirlər. Bunun mövzusunu, bu sualı kişidən soruşacağam efirimdə növbəti qonaqdan, amma bir qadından soruşmaq istəyirəm ki, bəs qadın niyə xəyanət eləyir axı? Axı qadın yuvasını qorumalıdır, axı qadın uşağını qorumalıdır, axı qadın evə sahib çıxmalıdır, axı qadın kişini evə bağlamalıdır. Qadın niyə xəyanət eləyir? Əslində qadınların da xəyanəti o zaman zamanı artıq dəyişildiyi üçün çox vaxtı qadınlar istəyini, həyat yoldaşında istədiyini görməməyin bir səbəbidir.
Yəni necə vurğulayım? Yəni bəzən kişilər qadına qadın kimi davranmırlar, qadın kimi Nə demək yanaşmırlar. istəyirsən? Bu cümlən nə deməkdir? Çünki mən görürəm ki, nəsə demək istəyirsən, bunu açıq şəkildə cavab verərdim. Bax, kişilərin xəyanətini müzakirə eləmək bu pisdir. Bu tənqiddir. Qadınların xəyanətini heç müzakirə eləməyə də dəyməz, çünki olmamalıdır. Qadın, xanımlıq, analıq bir başqadır. Amma var yenə də elə qadınlar ki, xəyanət eləyirlər. Qadın niyə xəyanət eləyir? Mən elə düşünürəm ki, məsələn, fiziksel yaxınlıq, məsələn, kişinin qadına vermədiyi bir fiziki yaxınlıq və yaxud da onun qadının gözləntilərin əldə etmədiyi bir münasibət. Bunu fiziksel yaxınlığa dair etdin. Yəni ki, kişi qadınına yetərincə nəvaziş və yaxınlıq və diqqət göstərmir. Bunu daha açıq formatda necə deyərdin? Açıq. Bunu izləyən qadınlar da var ki, biz bəziləri heç anlamayacaq ki, nə hansı fiziksel yaxınlıq. Çünki elə yaxınlıq var ki, əlindən öpür, deyir, xanım, sən mənim ürəyimsən. Biri də var, ailələrdə yaxınlıq mövzusu var. O mövzudan mı bəhs edirik? Bəli, mən o mövzudan bəhs edirəm və deyirəm ki, məsələn, çox sayda qadınlar var ki, hal-hazırda real bir keyslərdən danışıram ki, məsələn, qadınlar deyir ki, bəli, mənim həyat yoldaşım məni düzgün mənimlə davranmır o yaxınlıqda, həmin o biz vurğuladığımız yaxınlıqda, bildiniz, yəqin ki, Nigar xanım hansı yaxınlıqda deyirəm. Məsələn, məni gözləmir, məni düşünmür, yalnız özün düşünür. O da bir səbəb olur qadının xəyanətinə. Amma onu da vurğulayım ki, Nigar xanım, bəzən də çox yox, amma çox az bir faizdə də qadınlar var ki, ümumiyyətlə özləri elə bir testosteron çoxdur sanki onlarda və onlar özləri istəyir xəyanət eləmək. Yəni mən demirəm ki, o normal bir şeydir. Kişi gedir kənarda xəyanət eləyir, lakin evinə gəlir və evindəki xanımı tətmin eləmir. Bəli, bəli. Budur. Və bir çox keyslərində də bunu görürsən ki, bir çox boşanmaların öz ifadələrində bildirirlər ki, məsələn, mənim yoldaşım mənim yaxınlığımda mənə istədiyimi vermir. Və qadını elə bil ki, yarım buraxır. Yarım buraxır və qadın özü, yəni öz ifadələrindən bunu vurğulayıram ki, məsələn, deyirlər ki, müəyyən bir problemlərim olur sonra. Ən açıq ifadə nədir? Sənə müraciət edənlərin öz ifadələrinə əsaslansaq, ən açıq vurğuladıqları o cümlə nədir? O ki, o sənin ifadən deyil, o sənə bildirilən ifadələrdən biri. O ən açıq şəkildə bunu başa salıblar sənə. O nə olub? O cümlə necə olub? Daha çox açıq formatda, çünki orada çəkilişsiz təklikdə məxfi bir ifadələrdir, amma üstü örtülü onu izah eləyə bilərəm ki, yəni yoldaşım məni qane eləmir bizim yaxın bir münasibətimizdə. Yəni yoldaşım mənim istəklərimə riayət eləmir. Yəni yoldaşım mənə bir əşya kimi baxır. Yalnız özün düşünür. Belə bir problemlər çoxdur. Elə bir problemlərlə də yaxınlaşanlar mənə çoxdur. Və bəli, bir söz də vurğulayım ki, bu çox aktual bir sualdır. Bütün dünya bu sualı verir, hər zaman da verib ki, kişi xeylağına niyə xəyanət icazə verilir, amma qadına yox? Ona da cavab vermək istəyərdim, Nigar xanım. Çünki mən bir müddət ədəbiyyatda bu mövzunu araşdırma apardım və araşdırmada əldə etdim ki, əslində psixoloqlar vurğulamır ki, yəni qadına olmaz və kişi olar. Qadına niyə olmaz və kişiyə niyə olar icazəsini orada vurğulayırlar və deyirlər ki, qadın daha çox zərifdir və partnyoruna tez alışır. Partnyorunun ən azı yadında saxlayır, istəyir, bağlanır, bəli, qoxusun, ətrin. Onu da bilmir. Amma kişi xeylağında bir xüsusiyyət var ki, ola bilər ki, səhəri günü heç unutsun da o qadının adın belə. Ona görə də psixoloqlar onu nəzərdə tutublar ki, yəni qadın xəyanət eləmək düzgün deyil. Çünki qadın ürəkdən keçirdir o münasibəti, amma kişi bioloji yaram bəli üçün. Həqiqətən də razıyam ki, əgər qadın xəyanət edirsə, onu artıq yəqin beyni ilə düşünüb və eləyib.
və ürəyinə buraxıb eləyib. Amma kişi bunu adətən elə eləyə bilər ki, yadından da çıxara Bəli. bilər. Lakin ailələrdə yaşanan bu gündən budur ki, kişi çöldə öz istədiyini yaşayır və evinə gəlir və evində xanımına yetərincə nəvaziş, yetərincə qayğı, yetərincə diqqət göstərmir. Mənim növbəti bir sualım var. Gülnar, istəyərdim bunu da cavablayasan. Bax, deyirlər ki, indi bu daha çox keçmişdə idi. Bir kişi bir qadınla evlənməmişdən əvvəl 7 nəsil bir-birini araşdırardılar. Kimə qız verirəm, kimdən qız alıram və ya kim kimi istəyir, kim kimi istəmir. İndiki dönəmimizdə belə bir çox şeylər inanmıram ki var. Yəni deyir, bir qız bir oğlanın deyib və münasibətə başlayırlar. Amma keçmişdə bu araşdırırdılar. Sual budur ki, bax sənin də gözəl bir qızın var ki, buradan Günay'a da çoxlu öpürəm. Günay ailə qurmaq istəyəndə o ailəni araşdıracaqsanmı? Əslində Nigar xanım, təbii ki araşdıracağam və bu mövzu əslində mənə çox maraqlı bir mövzudur və təşəkkür edirəm bu suala görə. Çünki həqiqətən də boşanma statistikasının artmağının da səbəbin biri budur. Çünki niyə görə? Əvvəllər bax bizim valideynlərimiz, sizin də, mənim də Allah tuza rəhmət eləsin, amma necə yaşayıblar və istəyiblər bir həyat yoldaşların. Çünki insanın xoşbəxtliyi nədən irəli gəlir? İnsan bir mövzuda öz tayını tapmalıdır. Yəni, ola bilməz ki, tam əks göstərişdə iki insan birləşib və xoşbəxt ola bilsinlər. Hər bir insan öz xüsusiyyətlərinə, xasiyyətinə uyğun bir insanla ailə qurmalıdır və xoşbəxtliyin açarı odur. Bir istiqamətdə yaşamalıdırlar və onun üçün təbii ki, araşdırma getməlidir. Ailənin adətləri, xasiyyətləri və eyni zamanda oğlanla qızın. Təbii ki, mənim qızım ailə quranda mən istəyərəm ki, tam araşdıram ki, o hansı mühitdə böyüyüb. Yaxşı, araşdırdın və sənin kriteriyana görə deyil, deyək ki. Deyək ki, sən bəyənmədin. Amma qız uşağı təkidlə mən bu bəylə evlənəcəm deyirsə, bu halda biz valideynlər neynəməliyik? Biz biliriksə ki, oğlan və ya əks tərəf fərq eləmir. Məsəl üçün, biri oğul anası ola bilər, biri qız anası ola bilər. Təkidlə biliriksə ki, gələcəyi pisdir və uçuruma gedir. Amma indi də bu psixologiya dünyasında belə bir şey var ki, ay uşaqlara qarışma, qoy özü öz seçimini eləsin. Biz göz görə ki, bu uşaqlar uçuruma gedir. Bunun dayandırma vasitəsi nə olmalıdır? Biz necə eləməliyik ki, bu uşaq özünü uçurumdan dayandırsın? Anlasın ki, biz bu dünyanı görə gəlmişik. İndi biz varırıq, bizim valideynlərimiz vaxtilə bizə deyirdilər ki, ay qız, ay oğul, sən bilmirsən, bu pisdir sənin üçün. Biz deyirdik, bunlar heç nə bilmirlər. Yəqin ki, bunlar köhnə fikirlidirlər. Sonra gəldi, çatdıq 40-larımıza və başa düşdük ki, bizim valideynlərimiz əslində niyə həmin adama pis deyirmiş, biz indi başa düşdük. Və bizim qızlarımız, oğlanlarımız, uşaqlar ki, yeni yetmədilər. Onlar indi deyək ki, nəsə birini bəyənirlər, birini istəyirlər. Biz bilsək ki, bu onları uçuruma aparır. Biz onları necə dayandırmalıyıq? Çünki müasir dünya icazə vermir demək olar ki. Əslində, Nigar xanım, siz düz deyirsiniz. İndi təsir göstərmək yeniyetməyə və yaxud da yetkinlik yaşına çatmış bir qız uşağı və oğlan uşağına çox çətin bir mövzudur. Həqiqətən də çətin mövzudur. Yəni, təbii ki, istəyərəm ki, daha çox dərinliyə gedib biraz zamana buraxım. Yəni, məsəl üçün, indi adət var da, həlsi verilir və sonra nişan olur. Və o zamanda mən gördüklərimi ona göstərim. Yəni, sanki o mənim gözlərimlə baxsın bu ailəyə ki, sən bu ailədə bu şərtləri qəbul edib xoşbəxt yaşaya biləcəksənmi, yoxsa yox? Bax, belə bir deyim var. O vaxt ailə quranda deyirdilər ki, gəlin getdisə bəy evinə, kəfəndən geri qayıtmalıdır. İndi Allah eləməmiş kimi bizim də övladlarımız var. Mən bir yerdə düşünürəm ki, mənim qızım ailə gedib qurubsa və onun başına oyun açılırsa, ona orada şiddət göstərilirsə, onu psixoloji, mənəvi, hər türlü şiddətin növlərini onun üçün orada menyuda sərgiləyirlərsə, mən istəmərəm ki, mənim qızım gedib orada ömür boyu dayansın. Niyə axı mənim qızım ömür boyu şiddət görsün? Mən o deyimə qarşı çıxaram ki, ay getdinsə ancaq oradan belə ola bilər. Bir anasan, görsən ki, indiki analar səni istəyirlər bu dəqiqə. Və onların qızları bəlkə də evlərində fiziki şiddət görürlər, mənəvi şiddət görürlər və s. Onların qızları bu dəqiqə başqa bir yad evdə, başqa bir oğulun bir anası, bir atası, oğulun qohumu, oğulun ətrafı o tək
balaya, o tək yad qızı evə salıb orada ona şiddət göstərirlərsə, ana və ata bu durumda nə etməlidir? Bu qızın anası, atası nə etməlidirlər? Əslində belə vurğulayım. Ümumiyyətlə, məsələn, mən öz qızımdan danışsam ki, məsələn, mən öz qızımı vermişəm. Təbii ki, mən balansı saxlamaq istəyərəm ki, nə barədə? Bax, Nigar xanım, qızıma desəm ki, pis olsun, həmən dəqiqə qayıt, biraz əğı yer alar və ər könləşər. Təbii ki, bilirsiniz də, ailə qrup, böyük həyat yaşamaq asan bir şey deyil. Yəni, qız uşaqlarımız düşünür ki, ailə qrup gəlinlik geyinib oynayacaqlar və onunla da həyat bitəcək, amma hər şey ondan sonra başlayır. Amma siz dediyiniz kimi, təbii ki, mən görsəm ki, mənim qızımı şiddət, zorakılığa məruz qalıb və yaxud da mənim qızım o evdə xoşbəxt deyil belə və hər gün gözü yaşlı keçirdirsə, mən həmən dəqiqə qızımı boşayaram, baxmayaram ki, neçə dənə övladı var. Mən varam, arxasında durmuşam və çox şükür ki, qüvvədəyəm ki, öz balamı və balamın balalarını saxlayım. Təbii ki, mən qoymaram ki, mənim uşağım zorakılığa məruz qalsın və yaxud da mənəvi zorakılığa məruz qalsın. İqtisadi fərq etmir. Yəni, görsəm ki, mənim qızım o evdə xoşbəxt deyil, mən onun tərəfdarıyam ki, mən qızımı özüm saxlamaq gücündə bir qadınam. Çox qəşəng, tükürpədici bir cümlə dedin. Mən öz qızımı saxlaya biləcək gücdə bir qadınam. Və biz qayıtdıq ta danışığın başına ki, güclü bir qadınsan. Bəlkə də güclü olmaq, vaxtı ilə güclü olmaq, bax, gəlir elə yaşadıqca öz balanın birdən çətin anına düşəndə artıq sən güclüsən deyə onu çıxara biləcək bir gücdə, qüvvədə olursan. Yəni, gücün olması haradasa da bəlkə də pis deyil, amma boşanmadan söhbət getdisə... Əslində, Nigar xanım, onu da vurğulayım ki, zamanı geri qaytarsız, məndən soruşsuz ki, nə seçərsən, güclü olmaq və yaxud da zərif bir qadın olmaq, bir nömrəli deyərəm ki, zərif bir qadın olmaq və təbii ki, istəmərəm ki, qızımın güclü qadın olsun. Hər zaman mənə o sualı verirlər və iş yoldaşlarım da sual verir. Bəzən bəs istəyərsən qızın səni kimi olsun, hüquqşünas? Deyirəm ki, yox. İstəyərəm ki, mənim gücüm qədər o zərif olsun və o xoşbəxt olsun, bir qadın olsun, həyatın bir bucağında, bəli, evin xanımı olsun. Çünki güclü olmaq o xoşbəxtlik deyil. O alternativ bir formada yaşamaq tərzidir. Ayaqda qalmaq üçün aparılan bir mücadiləyə güc deyirlər və bəli, bunu qarşı durmaqdır. Bu mübarizəni də aparan bir qadına güclü qadın deyirlər. Kənardan bu çox gözəl görünür, daxildən bu bağır çatladacaq və artıq dəfələrlə yoruldum. Keşki suallarını can ağrıyacaq qədər cavabladıcı bir durumdur bu. Güclü olmaq çox çətin bir şeydir. Və biz yorulanda heç kimlə bölüşə bilmirik ki, yorulduq. Biz sadəcə 2-3 saat yatıb, həyatı davam eləmək eyni qaydada təkrar davam edirik. Bax, Gülnar, boşanmış qadına cəmiyyət biraz yanlış yanaşır. Yanlışmı, doğru mu bunu cəmiyyət bilər. Amma yanaşma tərzi fərqli olduğuna əminik, düzdürmü? Yəni, biri var ki, heç vaxt evli olmayan bir qadın, biri də var boşanan bir qadın. Bu mövzuya bir müzakirə edək. Niyə boşanmış qadınlara pis baxılır? Bax, bu yaxınlarda Nigar xanım bir keyslə yaxınlaşdım. Çox belə maraqlı oldu. Mənə cavab maraqlı oldu. Belə hardasa mənə toxundu o ki, gör nə zamaniyə gəlib çıxmışıq. Qadın qarşı tərəfdə deməli digər bir şahidə dedi ki, mən boşanmışam çünki mənim yoldaşım pis vərdişlərlə məşğul idi və həmin o kişi qayıtdı belə sual verdi qadına. Deyir ki, indi qadınlar boşanır. Hamısı deyir ki, mənim yoldaşım pis vərdişlərlə məşğuldur. Sanki bu həqiqətən də bəli. Mən özüm də çox üzləşirəm ki, kim boşanırsa, deyir mənim həyat yoldaşım pis vərdişlərə alüdəçi idi və ona görə də boşandım. Amma heç kəs 80% bu durumda bəli. Bilirik ki, yalan deyir. Səbəb bu olmayıb bəlkə də. Amma 20% doğrudur çünki həyatdan bildiyim bir şey var. Bəli. Ki, bax sən özün vaxtında çox düzgün qərar verib yollarını ayırmısan və boşanmısan.
Boşanma səbəbin ilk dəfədir ictimaiyyətdə istəyərdim ki, açıqlayasan. YouTube-da mənə deyəcəklər, öz rəfiqəndən niyə belə şeylər soruşursan? Mən rəfiqəmin limitini bilirəm. Ona görə də soruşa biləcəyim sualları soruşuram. Amma çox istəyərəm ki, sən həmişə səmimi birisən. Və mən adətən səndən məsləhətlər alanda sən o səmimi mənə cavab verəcəksən deyə mən o hər şeyi öz olduğu kimi görəcəmə görə soruşuram səndən. Və mən istəyərdim doğrunu deyəsən. Bax, boşanma anına geri dönək səndən. Geri dönsəydin, səni keçmiş həyat yoldaşın çox sevirdi ki, dəhşətli hələ də bugünə qədər dəhşətli dərəcədə səni çox sevir. O ana qayıtsaydın, sən təkrar boşanardın. Dəfələrlə boşanardım. Boşandığına heç peşman deyilsən. Peşman deyiləm. Ümumiyyətlə elə bir düzdür, kənardan başqa cür görsənsəm də, amma elə bir qadınam ki, hər şeyə rəhmən aləmi qorumağa çalışan bir qadınam, amma həmin bu mövzu pis vərdişlərlə məşğul olmaq səbəbindən təbii ki, qeyri-mümkün idi ailəni davam etmək. Ona görə də dəfələrlə də zamanı geri qaytarsıq və dəfələrlə eyni addımı atardım. Çünki mənim qızım var və o qız uşağıdır. O mənim hal-hazırda adımı daşıyır və mən hər addımımı gündəmdə atanda qızımı düşünərək atıram ki, bugünkü gün mənim adımı qızım daşıyır. Gülnar, bir qadın və bir kişini dünya cəmiyyəti, insan xisləti, insanlar qınamasaydılar, bir qadın və bir kişi nəyi etmək istəyirlər də, amma edə bilmirlər, onu edərdilər. Düzün deyim. Düzün, ancaq düzgün. İstədiyi kimi sevərdi. Mən düşünürəm ki, insanlar qınayıcı obyekt olmasaydılar, istədiyi kimi sevərdilər. İstədikləri ilə yaşayardılar. Sevdikləri ilə yaşayardılar. Sevdikləri ilə yaşayardılar. Yaxşı, sevdikləri ilə yaşayardılar sözü biraz sən danışanda səndən belə bir də enerji alıram. Sanki demək istədiklərim var. Sualdan qaçma. Sən danışırsan və mən sənin demədiyin tərəfləri görürəm və sənin demək istəyib də amma hamı baxır, desəm məni qınayarlar. Bax görsən, daha öncəki bir sualım bu idi ki, bir kişi, bir qadın neyniyərdi ki, əgər kimsə qınamasaydı, nəyi edərdilər? Həmin o qadının yerindəsən sən. Əgər səni bugün heç kəs qınamasaydı, sən mənim bu sualıma necə cavab verərdin? Və sual budur. Sən bugün sevgini necə yaşayardın? Sevdiyin adamdan nəyi gözləyirdin? Bax bugün nə istəyərdin o eləsin sənin üçün? Nigar xanım, vurğulayım ki, siz mənim rəfiqəmsiz. Və mən bundan bu dəqiqə su-istifadə edirəm. Və mən bundan bu dəqiqə su-istifadə edirəm. Və onu vurğulamaq istəyirəm ki, əslində həyatımda elə bir ana gəlmişəm ki, hal-hazırda cəmiyyət məni qınamasaydı, içimdə tam şəkildə bəzi şeyləri deyərdim. Məsələn, nəyi? Necə deyim? Yəni, bəzən mən etik davranışımı qoruyub və özümün şəxsiyyətində məxsus olan insanlara belə məsafəli hörmətlə yanaşıram, amma yanaşmazdım da, yəni, deyərdim. Buradan, mənim verilişimdə belə bir format var, belə bir sual həmişə olacaq, bütün qonaqlara dair. Buradan ona demək istədiyin nə olardı? Buradan onun sənin bugünə qədər cürət eləyib deyə bilmədiyin. Amma buradan bu dəqiqə o izləyirsə, ona nə deyərdin ki, o buradan eşitsin, görsün və illərdir elə bir ki, səndə o birikdirilən boş bir söz var ki, onu ona demək istəyirdin və deyib də rahatlayardın. Onun eşitməsi lazım olan nədir o söz? Məsəl üçün, keçmiş həyat yoldaşıma vurğulayardım ki, güclü olmaq lazımdır. Həyatda yarı yolda buraxan adam idinsə başlamazdın, vurğulayardım. Çəş ki, başlamazdın. Həyatımı, zamanımı əlimdən almazdın. Çox sözlər deyərəm, Nigar xanım. Yəni, hələ bir faizini vurğuladım. Yəni, siz mənə sual versiniz ki, indi məni cəmiyyət qınamasa, nə deyərəm? Mən sevgidən danışmaram. Sanki o hal-hazırda donmuş bir durumdur mənim qəlbimdə. Mən danışaram, daha çox qərəzli danışaram. Yəni, deyərəm ki, güclü olmalıydın,
verdiyin sözlərin üstündə durmalıydın. Yarı Misal yolda üçün buraxmalı deyiləydin. Sənə o nə sözü vermişdi ki, illər sonra sən bu gün bu masada əyləşib o gün gözümə baxıb sevgidən danışıb mənə söz verən o insan bu gün o sözünün üstündə dayanmadı və illərimi aldı. O nə sözü olardı? Tam açıq olmağı istəyirəm. Çünki sən açıq olduqca mən bildiyim mövzulara rahat giriş eləyəcəm. Ki sən də bilirsən ki, öz rəfiqəmsən, istəməsək bunu kəsəcəyik. Bunun montajı da hələ saatlar sonra başlayacaq. Yəni yolda da düşünərsən kəsməyə ehtiyacı var mı, amma yox. Amma sənin bu səmimiliyini alım. Çünki biz sonra yenə də kəsə bilərik. O bu dəqiqə səni eşidir, izləyir. Bu illərlə ona deməyib də demək istədiyin o kəlmə nədir ki, al sənə. Əslində belə deyək də, o həmin o kəlmə təhqir olardımı? Çünki ona görə də mən onu indi deyə bilmərəm, amma o bir sual verdi bizə, hansı söz ki mənə toxundu və o hansı sözdür ki, o sözdən sonra siz indi nəsə ona demək istəyirsiniz. Vurğulayaram ki, bəs sonuna dək mənim yanımda olmağını söz vermişdin və kişi sözü vermişdin. Və mənimlə həyat üzrə yan-yana addım atmağı söz vermişdin hər şeyə rəğmən. Hər şeyə rəğmən həyatda mənim yanımda olmağı. Amma yarı yolda buraxmağın səbəbindən bəli, qərəzliyəm. Bu mövzuda Nigar xanım açıq danışacağam. Baxmayacağam ki, indi çəkiliş gedir və yaxud da cəmiyyət mənə baxır. Bəli, hər bir bəlkə də dünyada çox belə qadınlar var və mən həmin o qadınların birisiyəm. Mən qeyri-adi bir insan deyiləm. Mən də hamı kimiyəm. Bütün qadınlar kimi. Biz də gəlik evə, boşqa buyuruq, yemək pişiririk, hisslərimiz var. Hisslərimizə qapanırıq. Və mən də bütün qadınlar kimi qərəzliyəm, incikliyəm. Amma o dediyi söz həmin o sözdür ki, bəs sən mənə söz vermişdin ki, sona kimi mənim yanımda olacaqsan. Amma bugün o bir başqasının yanındadır. Amma bugün o məni yarı yolda buraxmış bir insandır. Başqa birinin yanındadır. Bəlkə də başqa bir qadının yanındadır. Bildiyimiz məlumata görə başqa birinin yanındadır. Biz bunu bilirik ikimiz də. O qadına nə deyərdin? Heç bir şey. Sən o qadınla ümumiyyətlə işin yoxdur. Xeyr. Çünki ümumiyyətlə o qadınlar var ki, məsələn deyirlər ki, gedərəm, məsələn yolaram o qadını da belə deyək. Gəlin biraz açıq danışaq. Amma əslində belə hardasa o bir anlıq belə o hiss olur, amma bir 10 dəqiqədən sonra insan öz qəlbi ilə danışanda vurğulayırsan ki, sənin yanından gedən insan gedib də başqasının yanına. O məcbur eləməyib ki. Heç kim məcbur deyil ki, məsələn, siz məni məcbur eləməmisiniz ki, mən burada əyləşim və yaxud da mən sizi. Könüllü şəkildə mən gəlib burada əyləşmişəm. Yəni, yaxşı, sən bu suala da girəcəm, istəməsən kəsəcəm. Girəcəm ki, cəmiyyət səni çox güclü tanıyır. Cəmiyyət məni çox güclü tanıyır. Amma paramparça bir tərəflərimiz var, artıq təmir olunmaz. Artıq heç cürə olur, yararsız bir vəziyyətdədir qəlbimizin yarısı. Pensiya çıxıb. Bəli. Qəlbimizin yarısı artıq yararsız bir vəziyyətdədir və əsla o sağalmayacaq və əsla o yara düzəlməyəcək. Bax, sənin o həyatında sevdiyin dediyin adam sağlamlığına bir zərər vurdu mu? Verilişin adı sualdan qaçmadı. Qaçmadı. Cavabı çünki bilirsən. Təbii ki, bəli. Bilirsiniz də, yəni daha geniş cavab verim. Bəlkə də indi çox istəyən həyat yoldaşım, kişilər məni baxıb, bəlkə də ibrət götürərlər mən bu sözümdən ki, kişilərdə yalnız testosteron idarə eləyir orqanizmi, amma qadınlarda çox sayda qarmonlar var və bizim stresimiz, depressiya düşməmiz, özümüzə qapanmağımız, evdə çox işləməyimiz, çox ağlamağımız və s. hisslərimiz bizim hormonlarımızdan asılıdır və qadın nə qədər çox depressiya düşdüsə, bir o qədər xəstəliklər, yəni yoluxur xəstəliklərə və təbii ki, mənim də həyatım azad, güclü olmağıma baxmayaraq, yəni çətin bir talih, qismət bəxş eləyib mənə və o zaman bəli, mən müəyyən bir çətinliklərim sağlamlığımda olub. Həmin bu yaşadığım streslərə görə. Açıqlamaq istəyirsən o nədir? Yox. İstəmərəm təbii ki. Amma sağalırsan və sağalmısan. Bəli. Və çox qısa bir dönəm qaldı.
Bəli. Vaxtilə səni sevirəm deyən insan sənin bu xəstəliyinə səbəbkardır. Bunu hamımız bilirik. Ətrafında tanışın, dostların hamı bunu çox qəşəng bilir. Amma Allah sənə elə bir güc və qüvvət verdi ki, sən bu xəstəlikdən sağaldın. Sadəcə qısa bir dönəm qalıb ki, onu da atladasan. Bu dönəmdə bu insan sənin yanında həkimlərin dediklərinə əsasən olmadı. Həkim ona səni əsəbləşdirmə, ona xəyanət eləmə, ona pis davranma, onun yanında ol. Dediyi bir müddətdə əks hər bir şey sənə yaşadırdı. Bu anda heç oldu mu sən onun üzünə baxıb deyəsən ki, oldu mu belə bir an ki, onun üzünə baxıb deyəsən ki, axı sən bu dəqiqə həyatımla oynayırsan, mən həyatda qalma mücadiləsindəyəm. Məni həyatda saxla, çünki elədiyin hər bir şey sanki zərərli dərmanlardır, atdırırsan mənə. O an oldu mu onu tutub sirkələyəsən ki, məni niyə öldürməyə cəhd edirsən? Əslində, biraz geniş cavab vermək istəyərəm Nigar xanım. Deməli, mən əslində öncə elə bir ki, bu, necə deyim, tələbəçilikdən sonra da o ki, ailə ideallığı, qururuğu beynimizdəki, ailəmiz belə olacaq, nə bilim, mən bu vəzifədə olacağım, ailəm belə olacaq, bu qədər uşaqlarım olacaq. Amma sonradan ki, belə rastlaşdım ki, yəni mən düşünürdüm ki, istədiyin insana başına bir şey gələndə həmin o insan özün qurban verməlidir və öz həyatını qoymalıdır bir qırağa, səndən ötürü fədakarlıq eləməlidir. Amma təəssüflər ki, mən onu görmədiyim üçün sonra bir balaca başladım baxmağa ətrafa. Məndə bir şey var ki, ümumiyyətlə bir problem olanda, yəni onu da tövsiyə eləyərəm qadınlara. Məsələn, mən hansısa bir problemi yaşayanda, mən kənardan üçüncü şəxs kimi başqa bir talihlərə başlayıram baxmağa. Sanki onunla da özümü sakitləşdirəm ki, bax, belə bir şey olur. Və sonra gördüm ki, təəssüflər ki, belə keyslər həqiqətən də çoxdur və bilirsiniz də, məsələn, çox tanınmış bir insanlar var ki, bugünkü gün müsahibə verəndə vurğulayırlar, deyirlər ki, məni sağaldan, məsələn, həyat yoldaşım oldu, mənim hər zaman yanımda oldu və mən həyatımı, əslində həyatı elə təsəvvür eləyirdim, amma təəssüflər oldu ki, reallıqda elə olmadı. Yanında olmadı. Tam açıqlamaq istəmərəm, inanıram ki, siz məni bilirəm ki, çox sağ olun, çox istəyirsiniz. Ona görə də icazə verirsiniz ki, mən tam şəxsi həyatımda bəzi mövzuları açıqlamayım. Tam açıqlamaq istəmirəm, amma təəssüflər ki, elə olmadı. Və biraz da o həyatda xəyallar var idi ki, qururdun ki, belə ola bilər həyat. O xəyallar artıq qırılmışdı və onları mən artıq hardasa məzara bastırmışam. İllər öncəyə dönək, onunla o tanışlıq dönəminə. Ki, sənin yerində bir dəqiqə çox qız var. Elə bir ki, təsəvvür elə, bu dəqiqə bu müsahibəyə baxır bir çox qız və onların bir tanış olub, təzə münasibət qurduğu, 1 il, 2 ildir münasibətdə olduğu bir bəy var və onlar təsəvvür edirlər ki, bəyaz donu geyinirlər və onlarla xoşbəxtdirlər. O böyük, gözəl bir arzuların, xəyallarında var. O sevdiyin an var idi, o müddətə geri dön, hər şey xəyalında qururdun. O ana geri dönəndə və ya o anı yaşayan indiki qızlara nə demək istəyərsən? Neynəsinlər? Nəyə oyanıqlı olsunlar? Nəyə tətikdə dayansınlar? Nəyə bilsinlər ki, onlar indi onu bilmirlər, İllər sonra biləcəklər. İlləri geri çevirtdirib onlara, tez bir zamanda onlara nəyə başa salardın ki, bax, bu belə olmayacaq, bu başqa cür olacaq. Nigar xanım, çox gözəl sual verdiniz. Yəni, həqiqətən də həmişə kimi siz möhtəşəmsiniz. Çox gözəl sual verdiniz. Əslində, geri dönüş etsəm, birinci növdə xanımlara vurğulamaq istəyirəm ki, kişi xeylağı ümumiyyətlə nə deyirsə, sevdiyin etapda və elədiyi əks hərəkətlər var ki, mənfi xasiyyətlər, onları uzun müddətdə vur ikiyə. Yəni, bugün əgər o sənə nəyisə pis, məsələn, oynadır deyirsə, ona vur ikiyə və sabah tamam başqa bir şey deyəcək. Yəni, kişi xeyalağında bir xüsusiyyət var ki, alışandan sonra tam açılır və elədiyi mənfi xüsusiyyətləri vur ikiyə. Yəni, davam eləyir. Sən bu dəqiqə cəmiyyətə çatdırmaq istəyirsən ki, bir kişi tanışlıq və sevgi yaşadığı bir dönəmdə nə ki mənfi eləyir,
biraz İki qatın eləyəcək. münasibət davam eləyəndən sonra, illər sonra həmin o mənfi elədiklərini vur ikiyə. Bəli. Daha çox eləyəcək Bəli. sənə qarşı. Həqiqətən də elədir. Bu bir. İkinci də ki, həqiqətən də qadınlar özünü sevməlidir. Həqiqətən bu mövzu doğrudur. Necə bir qadın özünü necə Bax, bir söz deyim. Biz ümumiyyətlə Nigar xanım dünyaya necə gəlmişik bizim dövrdə? İndiki gənclərdən söhbət getmir. Hər zaman fədakar olmalıyıq, qurban olmalıyıq. Təəssüflər ki, indi elə deyil. Qadın qurban olduqca onun dəyəri aşağı olur. Yəni qadın bugünkü gün bax mənim tövsiyəm olar ki, qadın əgər sevdiyi insanla tanış olubsa və o rusların bir sözü var, deyir konfetno-buketный период. Konfetno-buketный, yəni bu ən belə isnişən zamanda qadın çox diqqət eləməlidir kişinin səhvlərinə. Yəni düşünməsin ki, düzələcək. Bax bizim səhvimiz odur ki, biz hər zaman düşünürük ki, düzələcək. Düzəlmir. Əksinə olur. Əksinə olur. Daha yəni ilk tanışdıqda sənin əgər o xasiyyətləri, dediyi sözləri keçirib əməl edirsə, sən onunla həyatı davam elə. Yox, əgər o sözdürsə, əməl yoxdursa və yaxud da səni nəsə qane etmirsə, düşünmə ki, o səndən bir yerdə olandan sonra onlar düzələcək. Düzəlmir. Bax, indi bir çox qadınları, qızları görürük ki, qızlar kişilərə pul xərcləyir. Bu doğallaşıb. Nə yazıqlar olsun ki, bu doğallaşıb. Və sanki kişilər artıq bir-birinin bəhsinə, o olur, kişilər əyləşirlər bir məclisdə, əvvəl o qadınlar olardı. Deyərdi ki, ay bax mənimki mənə bunu alıb, ay bax mənim nişanlım, mənim həyat yoldaşım, mənim sevgilim, bax mənə bunu alıb, bu qızıl alıb, bu paltar alıb, bu şubanı alıb. Bunu əvvəl qadınlar deyərdi. İndi artıq masada bəzi hallarda, bəzi durumlarda kişilər deyir, bax mənim nişanlım, sevgilim, qızım, yoldaşım, bax mənə bunu alıb. Sanki indi təbii hamıya şamil deyil, amma indi kişilər artıq qızın kişiyə elədikləri ilə hava atırlar. Bu nədir? Bu nə baş verir? Bu niyə belədir? Və ya nə bildirərdi? Bu haqda fikrin nə olardı? Kişiyə pul xərcləyən qadınlara nə deyərdin? Əslində Nigar xanım, baxın, vurğulamaq istəyirəm ki, çox təəssüflər ki, həqiqətən də indi biraz zamanə çox dəyişilib, yəni çox dəyişilib. Dırnaq arası deyə bilək də, yəni başqa bir açıqlama vermək istəmərəm, çünki efirdəyik. Amma kişilər unudublar artıq bəzi, şamil deyil hamıya. Yəni kişi güclü şəxs, kişi qadına pul xərcləyən, qadını hədiyyə ilə bürüyən və dinimiz də eyni zamanda onu deyir ki, kişi qadına çox geyim almalıdır. İstədikləri ukraşıya, hətta kəbin kəstirəndə belə kişi qadına bir hədiyyə eləməlidir. Qadın seçdiyi bir hədiyyə etməlidir. Yəni bunu dinimiz də belə deyir. Yəni kişi qadına çiçəklər verməlidir, kişi qadın naz eləməlidir kişi və onu üzr istəməyə düşməlidir arxasıca ki, nə olar məni bağışla ginan. Qadını xrustal sanki indi qırılacaq belə saxlamalıdır, amma siz düz deyirsiniz. Bəli, o kişilərə necə demək olar? Qadın hormonları çoxalıb. Qadın hormonları çoxalıb. Bəzi kişilərdə qadın hormonları çoxalıb. Bəli. Yəni bu qəti hamıya şamil deyil. Bəli. Amma o kişilərə ki, hansılar ki, qadınların imkanı ilə, qadının pulu ilə yaşayır, qadının pulu ilə yeyir, içir. Bu kişilərdə arvaddaşma gedir. Və özünə hörmət eləmir. Arvaddaşmadır. Düz özünə hörmət eləmir. Yəni arvaddaşıb, arvaddır yəni bunu. Bu arvad kimi özünü aparır. Və çox ayıb bir şeydir bu. Və bu ayıb artıq 5 dənə kişi əyləşəndə 5 kişi arasında normallaşmış hesab olunmuş olur. Yəni əvvəl deyərdilər ki, getdim mən nə bilim, belə ailəmə, uşağıma getdim, belə elədim, öz sevdiyim qadına belə şey elədim. İndi bax, arvad mənə bunu elədi, arvad mənə və sanki pozisiyalar dəyişib. Qadınlarda kişiləşmə və kişilərdə qadınlaşma hamıya şamil deyil. Müəyyən o, sırf pulla sevgini ölçənlərə dairdir. Və nə yazıq ki, bu deyəsən getdikcə daha da gərginləşir və mən diqqət edirəm bəzi qızlara.
oğlanın bəyin ad günü olanda qızlar belə ən son qəpiklərini belə Təmtəraqlı ad günü. xərcləyərlər. Ondan anadan borc, atadan borc, ondan borc, bundan borc gedərlər. Nə bilim, əgər normalda həmin bəy alışıbsa 15 manatlıq duxu vurmağa, qız gedər ona 500 manatlıq duxu alır. Həyatında görməyib o 500 manatlıq parfümü. Amma qız gedib özünü öldürüb o 500 manatlıq duxunu alacaq, gətirib buna verəcək. Amma bəy qadının nəinki gördüyünü, heç atasının o qadına verdiyini, o qız uşaqdır, onun atası zaten uşaqlıqdan ona baxıb, nə bilim, atasının belə verdiyini verməyə əziyyət çəkir. Kişi yəni gedib, bəsit bunun atası bunun üçün nələr edib, gedim heç olmasa bunun atasının elədiyini bunu eləyim də. Onu da deyil. Qız əgər, bu qız xanım öyrəşib söz ata evində 100 manatlıq bir parfümü vurmağa, oğlan özünə əziyyət verib gedib 15 manatlığı jest olsun deyə də belə eləmir, oturur fikirləşir ki, borclarım var. Yəqin eşitmirsən də elə bir deyimləri ki, moddur bəzi kişilər arasında hamıya şamildir, borcum var sözü. Düzdür. İndi borcu olan kişilərin bəziləri qızdan o borcunu alırlar. Kreditim var, borcum var və maraqlı odur ki, Nigar xanım, məsələn, son söz kişinin olmalıdır da evdə. Məsələn, mən elə görmüşəm ki, kişi yumruğunu vurmalıdır, mən də biraz qorxudum eləyəm ki, baş üstə. Yəni, onda biraz qadın da özün belə, qadınlığın incəliyin yığışdırır, bəli. Amma elə bir kişinə necə evdə hörmət olunacaq? Məsələn, alfons deyilir də, alfons deyilir belə bir kişilərə. Məsələn, o kişi evdə necə sözün deyə biləcək bir durumda ola bilər ki, əgər bugünkü gün o qadının hesabına yaşayırsa, yəni özün heç bir əziyyətə vermədən də, məsələn, əgər həqiqətən də o qadını sevirsə, o gedib çöldə yeşiyi daşıyıb, nə bilim, fəhləlik eləyib, 10 manat qazanıb, gedib 10 manatlıq bir buket alıb gətirib verməlidir, əgər o qadını sevirsə və onu xoşbəxt eləmək istəyirsə və özün güclü bir kişi kimi evdə, kişi sözü keçən bir şəxs kimi özünü evdə hiss eləmək istəyirsə. Amma mənə maraqlıdır ki, elə bir kişi ümumiyyətlə evdə özünü necə hiss eləyir? Nə ad verək ona? Həyat yoldaşı mıdır o? Qadın həyat yoldaşı mıdır? Ya ümumiyyətlə kişidirmi? Yəni mən, məsələn, şəxsən özüm bir qadın kimi özümə sual verərəm. Kirayə olunmuş bir kişi demək var ona. Çünki bu xanımdan da imkanlısı olsa gedib ona da eyni kişiliyi eləyəcək. Ümumiyyətlə bizim bir çox qadınlarımız hansılar ki, kişiyə pul xərcləyirlər, düşünməli və anlamalıdırlar ki, yəni bu absurddur. Bu bir kişinin kişiliyini əlindən almaq deməkdir. Yəni qadın zaten burada əzəldən səhvi qadın buraxdı. Yəni bunu eləməməlidir. Çünki kişinin o zaman o belə sözünün kəsərini, ulğumunu sanki kəsmiş olursan. İndi pul da deyirlər şirin şeydir. Kişi də baxır ki, yəqin verirsə qoy götürüm. Orada da onu götürəndə o pulu orada biraz belə özünü satmış kimi çıxmış olur o bəziləri. Ona görə də məncə elə bu problemi əzəldən qadın özü də yaratmamalıdır. O kişi onu nə? Sən əgər bilirsən sən bu sevdiyin bir kişi 15 manatlıq parfüm vurub da həmişə ged elə 15 manatlıq al da demirəm heç alma. Nəyə özü atağı dədəvi onun bunun boğazından kəsirsən, telefonunu satırsan, gedirsən ona 500 manatlıq parfüm alıb gətirib qoyursun ki, ala mən sən belə dəyər verirəm. Adətən də qadınlar nə qədər dəyər verərsə də bir o qədər də onu yerə çırpar bəzi kişilər. Bax Nigar xanım, həyatda ən önəmli bilirsiniz nədir? Yaşadıqlarımız acılar yox. Qədrimizi bilmək durum, qiymət. Bax, təsəvvür eləyin ki, bir ömür sən insandan ötürü əziyyət çəkirsən və sonra sən ondan nəvazimiş görmürsən. Prosta ikiniz bir ürəkdən söhbət eləyəndə sənə deyir ki, çox sağ ol ki, məndən ötürü illərdir mənim yanımda bu qədər əziyyətimi çəkmisən. Amma biri var ki, və elə olur həyatda, nələr sən o insana eləmsən və sənə o insan deyir ki, eləməzdin. Borcun idi. Eləməzdin. Və yaxud da eləməzdin. Bəli, eləməzdin. O deməkdir ki, insanın qədrini bilməmək. Bəlkə də biz qadınlar da boşananda və yaxud da ayrılanda o qədər o insandan ötürü ağlamırıq. Elədiklərimizdən ötürü ağlayırıq. Pişman olduğumuz. Canımız bəli yanır. Oturub düşünürsən, çəkdiyim əziyyət ki, mən nələr çəkmişəm o insandan ötürü, nələrdən vaz keçmişəm və yaxud da nələr eləmişəm və sonra da dəyər verməməzlik bəlkə də canımızı o qədər ağrıdır. Artıq o insan sənin ağlında olmur. Sənin yaşadıqların o anlar və çəkdiyin əziyyətlər səni yandırır. Kişi qadının keçmişini bilməlidirmi? Qadının həyatında kimlər olubmu hansısa bir bəy daha öncə, sevibmi kimisə, münasibəti olubmu,
fərqi yoxdur da, daha yaxın olubmu və s. Kişi qadının keçmişini bilməlidirmi və ya qadının keçmişini bildisə də, kimin olduğunu, nə olduğunu, hər nə bildisə, o keçmişə görə indiki zamanda qərar verməlidirmi? Qadını yarı yolda qoyub getməlidirmi? Xeyr. Bilirsiniz niyə? Kişi xeylağı ümumiyyətlə qərar verirsə ki, əgər mən bu xanımla bir yerdə olacağam və onu olduğu kimi qəbul eləməlidir. Yəni artıq sən qəbul eləmisənsə onu, onun keçmişi ilə, keçmişdə yaşadıqları ilə və indiki yaşadıqlarına qəbul etmisən, ya et qəbul, yaşa və yaxud da eləmə. Və belə bir deyim var axı, deyir, bir adamın canında varsa onu deyir, qəbir də, məzar da düzəltməz. Bir qadının canında, deyir ki, keçmişində bu qadının canında bir oynaqlıq olub da, bir yerində dayanan bir qadın olmayıb. Deyək ki, indi qarşısına biri çıxdı, bunu bir tənzimə, bir yola yandırdı bunu. Və bu qadının canında varsa, bu ömür boyu qaynayacaqmı yenə də? Yoxsa elə bir ehtimal var ki, bu qadın dayansın və bir həyatını qursun artıq. Yəni bu kişi bunu düşünmə haqqına sahib deyilmi ki, axı bunun keçmişində bunun qayət normal biri olmayıb. Mən anladım siz Nigar xanım, amma əslində bəli, əgər bir kişi xeyla onun keçmişini bilirsə və onu qəbul eləyibsə, onu da nəzərə almalıdır. Yox, əgər keçmişini bilmirsə, qəbul edirsə və sonra sual verirsə, qadın öz istəyi ilə, istəyər etibar eləyər, ürəyin açar, keçmişini danışar, istəyər könüllü olar. Amma bir kişi xilağı nəzərə alıbsa ki, bunu hardan gətirib evinə xanım edibsə və nələrə qadir idi bu xanım daha öncə həyatında, onu da nəzərə almalıdır ki, ya tam yanında sadiq qala bilər və yaxud da başqa bir nəticədə verə bilər. Bax, sevgi nədir? Əslində, mən sevgiyə dair 3-4 sözlə cavab verə bilərəm və düşünürəm ki, bu yoxdursa sevgi də yoxdur. Nədir o? Sevgi hər şeyə rəhməndir. Nə olur olsun. Sevgi həyatda nə olur olsundur. Sevgi qarşı tərəfin özünü fədakarlıq verməkdir həyatın. Həyatın qurban eləmək, özünü fədakar eləmək, öz rahatlığın gütmədən. Mənə bu rahatdır, bu su içmək, mən içirəm sənə. Yox, rahat deyil, onda mən içməyim, gedim. Rahatdırmı, rahat deyil, o su içməlidir. Əgər sevirsə bir insan, hər şeyə rəhmən olmalıdır. Baxmayaraq ki, ətrafa, anaya, ataya, bacıya, qardaşa, yaşayım tərzinə, əgər tam insan sevirsə, qarşındakı insanın qabağında təslim olub əriməlidir və rəhmən, hər şeyə rəhmən, bütün çətinlikləri ilə bərabər getməlidirlər. Yaxşı gündə və pis gündə. Çox qəşəng bir cavab idi, tükürpədici bir cavab idi. Əfsuslar olsun ki, belə bir şey çox nadir bir halda olur. Bir qadın üçün qısqanc kişi nə deməkdir? İstəyərdinmi? Yəni necə görürsən o kişini? Kişi qısqanc olmalıdırmı yoxsa yox? Bəli. Kişi çox qısqanc olmalıdır. Niyə görə? Qadında bir xüsusiyyət var ki, hər zaman özünü lazımlı hiss eləmək, hiss etmək istəyir. Qadın ümumiyyətlə yaranır, qadın ana olur, qadın dünyaya insan gətirir. Qadın biraz zərifdir, düzdür. Daşıyır o çiynimizdə böyük yüklər, amma zərifik. Kişi qısqanc olmalıdır, bəli. Çünki qadın onda hər zaman özünü lazımlı hiss eləyir. Qısqanclıq varsa sevgi də var. Qısqanclıq yoxsa sevgi də yoxdur. Yəni bir kişi əgər özünə yaraşdırırsa ki, Nigar xanım, bax özünüz təsəvvür edin. Bir kişi əgər öz qadınına yaraşdırırsa ki, qadın hardasa, kimlərlə, neçədə gəlib, neçədən gedib, nə edir, hansı ətrafdadır, yanında kim var. Əgər o özünə yaraşdırırsa onu, qadın evə gələndə artıq ona hörmət qoymayacaq və özünü lazımlı hiss etməyəcək. Yaxşı, və qadın qısqanc olmalıdırmı? Qadın da olmalıdır, amma qadın biraz çılğın qısqancı olmalıdır. Şirin qısqanc. Şirin qısqanclıq olmalıdır. O mənim düşüncəm biraz tərs mütənasibdir. Mən düşünürəm ki, ümumiyyətlə qısqanclıq olmamalıdır. Mənim dünyamda olmamalıdır. Mən düşünürəm ki, hər iki tərəf bir-birinə güvənməlidir. Bir-birinə sağlam bir münasibət qurmalıdır. Yəni sən mənim yanımdasan və mən sənin yanındayam. Biz bir-birimizə arxa dirəyik. Biz
əsla və əsla heç kəsə və heç kimə görə, hər şeyə rağmen biz bir qalayıq, biz divarıq və bizi sökülə bilmərik, biz dağıla bilmərik və hər hansısa bir kənar müdaxilə bizim münasibətin yanında çox cılız və zəifdir və ona görə də yəni mən yaraşdırmaram ki, mənim həyatımdakı bir şəxs qısqansın. Yaraşdırmaram ona verilən o dəyərdən. Çünki mənim verdiyim o dəyər var ki, o dəyər bir qaladır. O qalaya zəhmət olmasa hər kiçik, hər cılız bir fikir bildirilə bilməz. Və ya mənə olunan dəyərə mən hər cılız bir şey yaraşdırıb deyə bilmərəm ki, necə yəni? Səni mənim əlimdən kimsə alar və ya məni sənin əlindən kimsə alar bir anlayışı artıq münasibəti sual altına salmış mənim üçün hesab olunur. Mənim üçün əgər bir münasibət varsa o nidalıdır və ora o aidiyyatı yoxdur. Amma bəli, bir dediyinlə çox razıyam. Yox, qısqanclıq şirin şəkildə olanda o gözəldir. O misal üçün deyirsən ki, nə qəşəngdir, bir gülməli bir səthi keçdi. Bilirsən necə, onu belə abartmadan, davaya çevirmədən, təhqirə keçmədən, şiddətə keçmədən orada bir gülüşlə o bir-birinizi ay məni itirməkdən qorxursanmı, ay sən məni, nə bilim, ay sən mənim şirinim, ürəyim, belə. O da bir növ diqqətdir. Məsələn, sənin bugünkü gün həyatında olan insan səni qısqanır və məsələn, gün ərzində yığır ki, hardasan? Məsələn, o da bir növ diqqətdir. Axı, münasibət xırda detallardan böyüyür, olur bir böyük münasibət. Amma elə bir şey var ki, təhqirə keçirilir. Yox, zorakılıq, təbii ki, indi mən birinci növdə, yəni biz ümumiyyətlə bütün insanlar və eyni zamanda təbii ki, mən də bir hüquqşünas olaraq zorakılığa, şiddətə göstərənə qarşıyam. Elə yox, yəni şirin bir qayğı, o da bir qayğıdır. Baxın, məsələn, bugünkü gün bu studiya xırda bir detallardan ibarətdir, amma tam şəkildə baxanda bir gözəl bir studiyadır, düzdürmü? İndi Nigar xanım, tutalım ki, burada bu kreslo olmasaydı, biri olmasaydı, görünüş tam başqa cür mü görsənir, düzdürmü? Eləcə də münasibət elədir. Xırda detallardan böyüyür olur, böyük bir gözəl münasibət. O, balaca bir hansısa detal olmayanda o münasibətə nəyisi çatmır uca. Bax, əgər taleyin yazılanda sən hələ doğulmamısan, amma dünyaya bir Gülnar Səfərova gələcək və onun taleyi yazılır orada. Taleyin yazılanda o bəxt kitabına bir müdaxilə eləsəydin, bəxtin necə yazılsın istəyərdin? Belə deyək də, mən bir seriala baxıram. Yəqin ki, çox adam baxıb o seriala, Yarğı. Həmin o serialda hər zaman baxıram onların qlavni aktyorların bir-birinə münasibətin, hər zaman deyirəm ki, istəyərdim belə olsun. Hər şeyə rəhmən olsun, qısqancı olsun, güclü bir şəxs olsun, tələb eləsin, qarşılıqlı hörmət olsun. Talihimdə çox dəyişikliklər eləyərdim. Demək olar ki, yenidən yazardım. Hansı insandan qaçmalısan? Çox danışıb, əməl etməyən insandan. Bax, danışır, bunu eləyəcəm sənin üçün, bunu belə yaşayacaq, səni heç vaxt atmaram, ölənə kimi sənin bir yerdəyəm, sənsiz yaşaya bilmirəm. İnanın ki, onlar eşitdinsə qaç, çünki həqiqətən də onu eləyən insan onu həmən dəqiqə göstərməyə başlayır. Bir hüquqşünas kimi, bir qadın kimi nə deyərdin? Nigar xanım, əsas da bir qadın kimi deyərdim ki, yəni qadınlar, əsas da qadınlar, düzdür, indi gender bərabərliyi biz qoruyuruq, amma əsas da qadınlar daha çox özlərinə qiymət versinlər, dəyər versinlər və bəziləri indi mənə baxır və qırılmış həyat yaşayırlar, talihlər yaşayırlar. O bir gözəl sual verdiniz ki, boşanma qadınlar niyə qınanılır? Və o suala bir də toxunmaq istəyərdim ki, cəmiyyətdə qınamayın onları, onların qəlbi zaten qırıqdır. Onlar siz istədiniz, məsələn, 5 dənə qadının içində ikisi ailəli olanda və 3-ü boşanmış olanda düşünməyin ki, o nəyisə xoşu gəlir, elə yaşayır. Bəzən məcbur olub onu yaşayır. Bəzən çox şeylər yaşayır, amma onu cəmiyyətə göstərmir. Və
Tövsiyə edərdim ki, birinci növdə boşanmış qadınları qınamasınlar. Çünki boşanmış qadınlar hər şeyə rəhmən həyatı davam eləyir və onların üzərindəki qat çiyində əziyyət toplanır. Amma gənc bir insanlara və yeni bir ailə quranlara istəyərdim demək ki, ilk gündən fikir verin qarşınızdakı insan sizə nə edir. İlk gündən fikir verin o sizə dediyi sözlər və elədiyi hərəkətlər. İnanın ki, hər şey ilk gündən başlayır. Sonra zamanı geri qaytarmaq olmayacaq və bir söz demək istəyərdim. O devizlə yaşayın ki, zamanı geri qaytarmağa ehtiyac olmasın. Yəni, o heyfslə yaşamayın ki, çaş ki zamanı geri qaytarardım, bunu belə edərdim. Zaman zaten geri qayıtmayacaq, amma heyfslənmə sizdə olacaq, yaşayacaqsınız. Paralel bir dünyada Gülnar Səfərova varsa, ki mən paralel dünyaya çox inanıram. Gülnar Səfərova varsa, başqa bir dünyada sən, onun nə səndən xəbəri var, nə də sənin ondan xəbərin var. Amma o bir həyat yaşır. Bir dənə bilirsən ki, o çox xoşbəxtdir. Çox xoşbəxt bir qadındır. O Gülnar bu dəqiqə həyatı necədir? Nəyi var? Nə ilə məşğuldur? Sevdiyi şəxs yoldaşıdırmı, nişanlısıdırmı, sevgilisinin necə görünür? Uşaqları varmı? Bu dəqiqə hara gedirlər? Nələri alıblar, nələri qoyublar? Siz məni bu sualla ağlatdınız. Əgər paralel dünya olsaydı, bəlkə də mən hüquqşünas olmazdım. Güclü bir qadın olmazdım. Paralel dünyada özümü necə təsəvvür eləyirəm? Bir dənə həyət evim var. Şüşəli bir ev. Böyüklərdən üzr istəyirəm. 5 dənə övladım var. Çox uşaqlarım var. Güllər əkirəm həyətdə, çiçəklər əkirəm, göyərti əkirəm, xoşum gəlir. Əsas da petruşkadan. Sakit bir həyat, təbiətdə sakit aləm, sağlam aləm, güclü arxalandığın bir insan. O ki, yaşayırsan və bilirsən ki, geri dönəndə o insan hələ də orada durub, qaçıb getməyib və yaxud da səni yarı yolda buraxmayıb. Etibar elədiyin, həyatı təslim elədiyin bir insandan böyük bir ailə arzulayardım özümə. Yəni Gülnar orada çox xoşbəxtdir. İş qadını deyiləm, bəli. Evdar qadınam. Evdar qadındır. Pişirirəm piroqlar, uşaqlarım var. Belə bir həyat arzulayaram paralel həyatda, bəli. Sakit bir həyat. O Gülnarla üz-üzə gəlsən və o Gülnar sənə desə ki, iş qadını olmaq istəyirəm, bax sənin kimi olmaq istəyirəm, nə deyərsən ona? Vaxtımı ayıraram, bütün yaşadıqlarımı oturub açıq formada danışaram. İndi kimi yox da, daha açıq. Düzdür, mən yetər qədər açıq danışdım sizinlə. Demək olar ki, bütün həyatımı qoydum verilişin qarşısına. Sizin bütün suallarınıza səmimi cavab verdim, amma daha açıq danışardım ki, yəni əsla o həyat sənə xoşbəxtlik gətirməyəcək, uğur gətirəcək, güclü eləyəcək. Bəlkə də mən indi 10 dənə kişidən güclüyəm. Amma xoşbəxt varam və yoxam, o sual altındadır. Son sual. Amma bu sualdan qaçma və tam həqiqətidir. Bax, bugün güzgüyə baxırsan elə bil ki. Və güzgüdəki Gülnar səndən soruşur. Gülnar, sən xoşbəxtsən? Cavabın ya hə, ya yoxdur. Yox. Deyərəm ki, güclüyəm, amma xoşbəxt deyiləm. Yəni, sual xoşbəxtsənin cavabı olardı? Yox. Və adətən güc arxasında çox ağrılar dayanır. Və bəli, güclüyəm deyə bilirik. Amma bəli, xoşbəxtəm deyə bilirikmi? Artıq növbəti verilişlərimizdə olacaqdır. Bugün Gülnar Səfərova idi. Öz dostum, öz rəfiqəm. Və maksimal şəkildə həm üstü örtülü qaldıq, həm də insanların başa düşəcəyi bir şəkildə başa saldıq. Gələn verilişimizdə görüşənədək emosional notlarda sağollaşıram.